İbrahim Reisinin de İlham Əliyev tərəfindən tuzağa çəkilərək öldürülməsi, bundan başqa Azərbaycanın dini liderlərindən biri Hacı Şahinin birbaşa hakimiyyətin, İlham Əliyev hakimiyyətinin, ailənin göstərişi ilə, İlham Əliyevin istəyi ilə öldürüldüyü, İlhamın istəyi ilə öldürüldüyü İran televiziyalarında deyilir. Və bir şey də deyim, Talib Bağırzadənin, yenə deyirəm, oğlunu cinayətə bulaşdırıblar, tuzaq qurublar, tuzaq Talib Bağırzadənin oğluna. İki səbəbə görə. İran savaşdan güclü çıxarsa, İlham Əliyevin Talib Bağırzadə daxil bütün dindarları azad eləmək məcburiyyətində qalacaq və Talib Bağırzadənin necə deyərlər, Talib Bağırzadəyə ehtiyacı ola bilər, belə deyək. Değerli vətənlər, nə danışırsınız siz? Trump hakimiyyətə gələn kimi İlham Əliyevin birinci əfv elədiyi kim oldu? Trump'ın qızınla yaxın olan Ziya Məmmədovun oğlu. Ölkəyə girişinə da qadağa qoymuşdular. Çox şey qoymuşdular. Ziya Məmmədovun oğlu Anar Məmmədov Trump'ın qızınla dostdur deyə birinci onunla. Biraz da qabaqdan Trump seçiləcək deyə 6 ay qabaqdan da belə Sibri, Zab bildiniz də Trump'a qız daşıyan, Epsteyn'e qız daşıyan kızını boşasa da Emin Ağalarovu evin içindən buraxmırdı çölə. Ancaq qucaqlaşıb videolar çəkirdilər. İlham Əliyev bilir ki, İran olsa onu bağışlamayacaq, bu yalandan yardımca göndərir. Sadəcə İlham Əliyev bu gedişatda İlham Əliyevi öldürməsinlər deyə İlham Əliyevin obyektlərinə, neft platformalarına, gəlir mənbələrinə zərbə vurmasın deyə İlham Əliyev yardım edir. İlham Əliyev onsuz da bilir ki, Sepah onu bağışlamayacaq, İran onu bağışlamayacaq. Deməli, Trump bugün, deməli, Trump bilirsə dünən gecə, yəni indi Amerikada arsa günorta olar. Dünən gecə Trump deyə gülə-gülə deməli qaydasız döyüş izləməyə getdi və gedərkən də intervyu verdi. Dedi, birini mən mükafatlandıracağam. Dedi, qaliblərin birini mən mükafatlandıracağım. Deməli, izləməyə. Deməli, tribunada izləyərkən xəbər gəldi ki, Rubio xəbər verdi ki, bəs Vance alınmadı. Danışıq alınmadı, qanı qaraldı, oranı yarımçıq tərk elədi və heç kimi də mükafatlandırmadı. Məlumunuz Trump ağır vəziyyətdədir, məlumunuz nələr olacaq? Əli Kərimli meydanına şöhrət tökülür ki, Əli Kərimli meydanı dövlət ki, qətiyyətli adam lazımdır. Bu Əli Kərimli nətər gəlib, bu Əli Kərimli nətər gəlib, bu qan uduracaq. Mən birinci hərbi psixologiyada böyümüşəm. Yəni, mən ömrümün yarısını, gözəl çağlarını hərbi tərbiyə almışam. Mənə ötən fərqi yoxdur. Öz qardaşlarıma belə divan tutan adam olmuşam. Qanundur. Bax ha, deyələmədim, gedirdim, Füzulidən gizrim var idi, hardansa zabitim var idi, ailəvi dostuyduq ya ailəvi, sabah onu divara dırmaşdırırdım bir səhvinə görə. Daha bunun yoldaşıma qardaş deyir, qabağımıza çörək kəsir, axşam yenə çörək kəsəcək. Belə ki, xidmət. Durujma, surujma. Mən belə adamam. Vallahi, billahi, Əli Kərimin şeyinin altından çıxanlar hamısı İlhamın şeyinin altındadır. Baxın, Vəzirovun şeyinin altından, Ayazın, Tamerlanın şeyinin altından çıxanlar Vəzirovun gəldi, hamısı Elçi bəyin şeyinin altına. Elçi bəyin şeyinin altından çıxanların yarıdan çoxu Heydərin şeyinin altındadır. Bax, Elçi bəy zamanında vəzifədə olanların 90 faizi Heydərin vaxtında vəzifədə. Heydərin vaxtında vəzifədə oldu. Heydərin vaxtında vəzifədə olanların 90 faizi Mehribanın
Yəni İlhamın vaxtında vəzifədə olub. İlhamın Mehribanın vaxtında, qardaş, sabah Quba Dibadoğlu gəlsin, Əli Kərimli gəlsin. Bunların 90%-i yenə də vəzifədə olacaq. Yenə də anamız ağlar qalacaq. Bunlar hamısı kank olublar. Bax İlhamın ən güclü sağında solunda olanlar kimdir? Kimdir qadanız alim? Kimdir? Kimdir İlham Əliyevin sağında solunda olanlar? Qüdrət Həsən Quliyevi mi deyim? Am Qəzənfərin oğlunu mu deyim? Nədir o? Bıq eləyən nədir? Bıq eləyən biri də var, neydi o? İmişli Zat tərəfinin deputatıdır. Gör nə qədər mənasız adamlardır, bunların adını da heç yadda saxlamaq maraqlı deyil bizim üçün. Gələn vətənlər, Razi Nurullayev mi deyim? Hansını deyim, hamısı arvadını Əli Kərimlinin yanına soxmaq istəyənlərdir. Hamısı Əli Kərimlinin, Elçi bəyin kuruqudur. Kuruqudur. Hamısı. Bunlar sabah hakimiyyət dəyişəndə o Bukelemon kimi, Kamelyon kimi rəng dəyişdirib hamısı orada yer almayacaq mı? Vallahi də, billahi də demədi deməyin. Söyləmədi deməyin. Əli Kərimli şərəfli adamdır. Ölkədə minlərlə insan var ki, prezident olsa İlham Əliyevdən 1000 dəfə yaxşı olar. Onların da başında gələnlərdən biri Əli Kərimlidir. Amma istəyinizə çata bilərsiniz 50%, 30%. İstəyinizə heç 70% çatamayacaqsınız. Mən də sabah Əli Kərimin prezident olması qabağıma 200 nəfər qoyulsa ki, qabil, sən məsləhət deyilsən, məsələn, desələr ki, sən məsləhət deyilsən, kimə səs verəsən, 200 nəfər olsa Əli Kərimiyə hədiyəcəm, Qubada hədiyəcəm. Amma vallahi də, billahi də, billahi də, vallahi də, başınıza dönüm. Gəlin sizə bir yüngül misal deyim də sizə. Azərbaycanda Uçaskovları belə var ki, 100 milyonları var. Adi Uçaskovdur, icra başçısıdır, 100 milyonları var. İcra başçısı, milyarder icra başçısı var. Azərbaycanda minlərlə adam var ki, minlərlə. Onun sərvəti 1 milyarddan yuxarıdır. Baxın, ən balaca nazirin kenguru yoxşayan belə Əli Həsənov, Əsədov, Əli Əsədov. Neçə milyona diş düzəltdirən Yaqub Eyyubov, ya da tərs deyin, Eyyub Yaqubov. Ən balaca mavininin, ən balaca oğlu, ən balaca Avropa ölkəsi Litvada, ən balaca paytaxt Rigada, ən balaca bankda 1 milyardı dolları müsadirə edildi. Yəni pulun mənbəyini ispat edəmədilər, çirkli pul kimi müsadirə elədilər. İndi baxın, ən balaca nazirin, ən balaca mavinin, ən balaca bankda, ən balaca ölkədə. İndi baxın, ən yekə nazirin, ən yekə balasının, ən yekə ölkələrdə, ən yekə banklarda nələri var? Ay qardaş, bax gəlin uzağa niyə gedirsin? Tozun icra başçısı, milyarder. Milyarder. Qazağın icra başçısının rahat 100 milyonlar var. Milyard söz verənmərəm, amma yarım milyardı var. Şəmkir icra başçısı heç pakete oturan şeydir. Onun milyarderlərlə yatası bir şey var. Onun başım var. Hər də danışanda uşaqlar deyir, məktəbə gedə bilmir. Hər nəysə. Ondan danışmayın. Sonra qadınlar, kimi deyim sizə? Sumqayıdınki milyarder, Lənkəranki milyarder, Bakırınki milyarder. Ay qardaş, hər icra başçıları belə milyarderdir. Milyardı var, milyardı. Vasif Talvo, bizim ən balaca icra başçıları ən az xidmət eləyənlər bilirsiniz də, 10-15 il xidmət eləmiş icra başçılarıdır, bəziləri 30 ilə yaxın icra başçısıdır. Baxın, Vasif Talvo 5 dənə ən kasıb rayonun icra başçısı oldu. 5 dənə ən kasıb rayonun. 32 milyard ölkədən pul çıxardı. İnanmırsınız. Vallah çıxardıq, billah çıxardıq. Bugün qabil kimi, baxın, hər halda mənim indi bacarıma baxırsınız, mən necə üstün qabiliyyətli adamam, mənim Toğuz da tanıyır,
Zamanında taekwondo, karate, müxtəlif idman növləri ilə yarışmışam. Bacardığım qədər. Orduda hər zaman birincilik, yəni birinci qazanmışam, birinci yerdə olmuşam hər zaman. Bütün təltiflərlə, medallarla təltif edilmişəm. Hər zaman yüksək pillələrdə yer tutmuşam. Məni kimi adam, baxın, nə? Məni kimi adama, Almaniyadayım ha. Sizə Azərbaycanda iş yoxdur, elə iş yoxdur Azərbaycanda, elə? Elə? Mənə də Almaniyada iş yoxdur da. Dəxli nədir ki? Mənə də Almaniyada İlham Əliyev imkan vermir işləməyə. Eləcə də başqaları var, işləyə bilmirlər. İlham Əliyev artıq qərar verdi. Səfərbərliyə 45 yaşına kimi çağırılacaq. Dünyanın harasında varsansa evladın, özün 45 yaşın varsa səni çağıracaqlar. Gəlməyəndə cinayətçi qaldıracaqlar. Gəlməyən kimi. Sosial şəbəkələrdə deyiləsi və yazılası mümkün olmayan söyüş və təhqirlərinə həmişə öz təmkini ilə seçilən Yeni Musavat qəzetinin baş yazarı Rauf Arifoğlu görün nə deyir. Stat. Əli Kərimli yenə cəbhəçilərinə valideynlərimizi söydürür. Emil Cəfərli adlı bir küçüyünü digər qədə qüvvələrini üstümüzə qısqırdıq yenə. Bunlar başqa iş bacarmır ki, AXCPC söyüş söyər, şər atar, böhtan yağdırar və s. Yoldaş Kərimlinin inboxuna isə bir məktub yollamaq fərz oldu. Statın sonu. Rauf Arifoğlu'nun Əli Kərimlinin özel sandığına nə yazmasından xəbərsizlik. Amma bu gedişlə yazılanları təxmin etmək olar. Ondan fərqli olaraq Yeni Musavatın redaktoru Azər Ayxan cəbhəçilər və Əli Kərimli haqqında dediklərini açıq söyləyib. Stat. Kiçik kişi, qadın fahişəsi olan bir dəstə var. Vaxtaşırı quduz etkimi üstümüzə cumur. Hamısı cavabını alacaq. Fahişəsi də, oğratı da. Ərinə qadınlıq, arvadına ərlik edə bilməyən bu əxlaqsız dəstə hamı əxlaq dərsi keçir. Ünvanımıza ən ağır təhqirləri işlətməkdən çəkinmirlər. Allahın bunları fiziki baxımdan bu qədər eybəcər, qusurlu, bədheybət, iyrənc yaratmasının heyfini az qala bütün cəmiyyətdən çıxırlar. Uzun illərdən bəri biz o cümlədən bir çoxları bu düşərgəni iç yüzünü açıb ictimaiyyətə təqdim edəndə bizi qınayanlar olurdu. Məsələn, ötən həftə İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər onu asıq-aşkar özü də əməlicə başlı yıxdı sürüdü. Mətbuata verdiyi açıqlamalarda İsa Qəmbəri ifşa edən Rövşən Qəmbər qardaşına ultimativ surətdə vaxt qoydu və bildirdi ki, əgər bu ikiyüzlü oyunlara son qoymasa, ondan Musavatı parçalayıb narazılara qoşularaq yeni partiya yaradacaq. İndi bu cənablara sual olunur. Bəyəm İsa Qəmbərin bu hakimiyyətlə heç bir əlaqəsi asılacağı olmayan qardaşını da bu hakimiyyətə öyrədib danışdırır. Əgər hətta bu belədirsə, onda eşq olsun bu hakimiyyətə və yazıqlar olsun belə müxalifətə. Bu həftə ərzində ADP sədri Sərdar Cəlaloğlu da Əli Kərimliyə ünvanladığı sərt açıqlamaları ilə diqqəti çəkdi. Kərimli və tərəfdarları tərəfindən satqın adlandırılan Cəlaloğlu əsəblərini cilovlaya bilməyib, Kərimli siyasətin primadonnası adlandırdı. Sən kimsən axı? Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edəcəksən. Sən kimsən ki, ona buna qiymət verirsən? İlhami artistləri ad verdiyi kimi, Əli Kərimli də özünə belə bir missiya götürüb. Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Musavat filandır, Amif filandır, bunlar satqındır. Abala, sənə bu hüququ kim verib? Sən də məgər siyasətin primadonnasısan, statın sonu. Qeyd edək ki, Musavat partiyası dekabrın 14-də Məhsul stadionunda miting keçirəcək bildirib. Bundan təlaş və qısqanclıq hissi keçirən Əli Kərimli tərəfdarları Musavatın mitingini gözdən salmaqdan ötürü əməlli başlı təşvişə düşüblər ki, bu miting alınmasın və bu baxımdan da Musavatın mitinginə qatılmayacaqlarını bəri başdan elan ediblər. Müxalif düşərgədə baş verən bu sıçan-pişik oyunlarını okeanın o biri tərəfindən oturaraq seyr edən və bu biri tərəfdəkilərə həmişə ağıl verir Rəsul Quliyev yenə də müxalifətdəki həmkarları ilə məzələnməkdən çəkinməyib. Rəsul Bayramoviç deyib, 20 ildir bütün seçkilərdə eyni adamların
iştirak etməsi, seçicilərinə vədlər verib sonra bunları yerinə yetirə bilmədiklərinə baxmayaraq, yenə də siyasətdən əl çəkməmələrinə nə ad vermək olar? Adamdan soruşmazlarım ki, ay gədə, saxtalaşmanın qarşısını almaq üçün hansı planı qurmuşdun ki, yenidən yuyulmamış qaşıq kimi özünü ortaya attın. İnsan tam abir həyasını itirməməlidir. Ancaq heç bir şey dəyişənə oxşamır. Kuklavodlar daha da təcrübələnib. Kuklalar isə kukla abırlarını daha da itiriblər. Statın sonu. Və sonda deyiblər ki, siyasət elə bir meydandır ki, ya kiminsə havasını oynamalısan, ya da oynatmalısan. Bu baxımdan bizim siyasət meydanında kimlərin oyuncu, kimlərin isə sifarişçi olmasına ayırt etmək çox çətindir. Hər bir halda oyuncu aparsın. Mehmana səs ataq görək mehmandansa. Ay mehman, ay mehman, ay gözümün işığı, ay ben ne oldu deyirdin 5. günü Alyona 7 yayımlanacaq, ne oldu? Ne oldu? Ne oldu? Sana göre Alyona'ya göre de kanallarımızı kurban vereceğiz. Ne oldu? Alyona 5. gün bir gün pazar günüdür, sabah gələn həftədir. Ay müharibə başlayandan heç nə yayımlamadın, 100%. Epstein'le Trump'ı soktular, senin Alyon'la da İlhamı İran'a soxurlar. Vəssalam. Məncə belədir, vallahi billah. Hani ortada nəsə yoxdur. Mən sizə həmişə nə demişəm? Mən sizə həmişə demişəm. Qaranquş gəldi gedərdi, sizə qalan boz sərçə olacaq. Boz. Zaten boz sərçə də tapmaq mümkündür. Axırıncı dəfə Bakıda, Gəncədə harda sərçə görmüsünüz? Nə qədər sərçə görmüsünüz? Sərçə çox gözəl quşdur, canlıdır. Sərçə hər şeyin gözünü yiyir. Sərçə əvvəlki tarixlərdə dəhşətli dərəcədə sərçələrin sayı çox idi. Amma indi yoxdur. Hava kirliliyi. Bu qədər müharibələr, bu qədər zəhərlər, bu qədər radiasiyalar sərçələri qoymur. Sərçələri öldürür. Eləcə başqa heyvanları öldürür. Hər nəysə. Hə, dostlar. Arif Paşayevin hansısa bir açılış olubdu. Neft Akademiyasının hansısa bir korpus deyək nədir? Güya. Orada Arif Paşayevi göstəriblər. Yenə deyirəm, mən 5000 kilometr aralıdan məlumat almışam. Arif Paşayev ölübdür. Heydər Əliyevin toyundan qabaq. Amma mənim məlumatım yalan ola bilər. Biri var qadın alım, mən intuisiyalarımdan danışam. Yəni Allahın mənə bəxş elədiyi ağıldan, Allahın mənə bəxş elədiyi zəka ilə yaxşı at arxanı, yaxşı iki dirənli görməlidir. Bu kontekstdən yanaşıram mən. Biri var mənim beynimə gəlir, deyirəm, bu filan hadisə olacaq sabah. Hiss eləyirəm. Bir də var ki, bu məlumatı almışam mən. Bu məlumat doğru da ola bilər, yanlış da ola bilər. Yəni, Arif Paşayev, əslində qalsa yenə deyirəm, Arif Paşayevin mənə ölüsündən çox dirisi lazımdır. Vallahi də, billahi də, Arif Paşayevdən, Elçibey, Arif Paşayev mənə diri lazımdır, diri. Salamat lazımdır, əslində qalsa. Amma, ammasını deyim. Düzdür, bir-iki dostlarımız da arada bir deyir, Qabil, mənim qohumum ondan şəkil çəkdirmişdi. Kardeşler, bir, Arif Paşayev mənə diri lazımdır. Onun ölümündən çox mənə onun dirisi lazımdır. O öldüsə, elə bir ki, ən azı Azərbaycanın ən azı 10 milyard ondan beraber, 10 milyard dollar ondan beraber öldü. O öldüsə. Bu birincisi. İkincisi, mən bu məlumatı 5000 kilometr aralıdan almışam, düz də ola bilər, səhv də ola bilər. Amma üçüncüsü, mən şəxsən o videoya baxdım. Mən o halda Arif Paşayevin sağlığına inanaram ki, nəvələrin indiki boyları uzanı var. Yəni 4 il bundan qabaq ölmüşdü də Arif Paşayev, 3 il 4 il demişik bundan qabaq ölmüşdü. Ondan bəri boyları uzanıbdır, eşşək boyda olub İlhamın nəvələri. O nəvələrinlə, Əli ilə, Mikail ilə bir yerdə olarsa, Alyona ilə bir yerdə olarsa, üstəlik ikicə kəlmə, çox istəmirəm ki, ikicə kəlmə danışsın, biz görək ki, bu Arif Paşayevdir, salamatdır.
Bir dəfə bizə stadionda göstərdi, düzdür, minə göstərdirir, indi kuklası da olsa, həqiqətisi də olsa. Bir dəfə stadionda belə durdu, yandan çəkdilər, bir də yəni, qabaqdan belə fırladılar, kəlmə kəsmədi. Mən də dedim, o 100% maska taxmış adamdır, nətər olur Zəfər bayramında ölkənin ağsaqqalı deyilən adam iki cümlə söz deyə bilmir, təbrik eləyə bilmir. İndi də baxıram, bayaqları videoya mən baxdım. Deməli, deyələn vətənlərim, dəyərli soydaşlarım, İlham gəlir, görüşür, Mehriban gəlir atasından, güya atasından öpüşür, biraz soyuq öpüşür, hər neysə. Amma Arif Paşayev neçənci ildə anadan olub? Arif Paşayev 1932-dir mi yoxsa 36-dır? Mən bilən Arif Paşayev. Deyələ, hər neysə, Arif Paşayevin mənim hesabatımla bu gör neçə yaşı var, biz də hesablayacağım bunu bu dəqiqə. Deyələn vətənlərim, dəyərli soy, 93 yaşı olmalı bu sarsaq qocanın. Baxın görün bizə dəqiqə dostlar, qardaşlar. Deməli, bir dəqiqə Arif Paşayev. Siz yazın. Mən hesabatımla Arif Paşayevin 93 yaşı olmalıdır. 93 yaşı. Neredeyse qarğaların yaşayışına, neredeyse bu adamın qarğa qədər yaşadığını artıq biz görürük, hiss edirik. Dəyərli vətənlərim, qarğalar qədər yaşayır. Deməli, burada baxın görün. Neçənci ildən anadan olur o köpək oğlu? Yazın görün bura neçənci ildən anadan olur o köpək oğlu? Mən bildiyim qədərindən Arif Paşayev. Mən bildiyim, 36-cı il. Yadıma salıram. 1936-cı il fevral ayının 15-i. Fevral ayının 15-i. Dəqiq deyirəm sizə. 36-cı il fevral ayının 15-i. Burada yazanlar da oldu artıq. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, 87 mi eləyir kök? 36-cı. Qarın hanım 66 oradan. Ay başladım. 36. 66 oradan elə mi? Yoxsa yox? Hə də 66. 87 nə qədər yaşayır bunun? 90-92 yaşı var. Nə danışırsın? 92 yaşı var. Bu da kim yazmışdı 86? Yəni səhv yazılıb. Dəyərli vətənlər. Adamın düz 92-93 yaşı var. Növbəti 93, bəli yazırlar da, burada insanlar yazırlar da. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, qardaşlar, bacılar. Adam 36-cı il təvəllüddür. 66 oradan, 26 buradan, 92, 92 bitirir, 93'e keçir, bəlkə də keçir. 92 yaşında, 93 yaşında Arif Paşayev'dən gedir, söhbət. Baxıram, o Arif Paşayev var, 92 yaşlı adam deyil, bu çox çevikdir. Biz əvvəl görmürdük, götünü çəkən verdi, hələ 5-10 il bundan qabaq götünü çəkə bilməyən Arif Paşayev. İndi baxırıq ki, elə bil ki, Bəylər Əyyubov var, o götü davana deyə qaçırıq bərabər. Elə bil Bəylər Əyyubova, vallahi elə bir toşun edəyən Bəylər Əyyubova geyindiriblər. Həmən vaxtıyla baxdım, orada Bəylər Əyyubov gözümə dəymədi. Arif Paşayev Bəylər Əyyubov boydadır, razmeri də biraz uyğun gəlir, razmeri. Mən çox düşünürəm ki, əvvəllər Şaxta Baba paltarı geyindirilər Arif Paşayev, indi daha doğrusu Bəylər Əyyubov, Bəylər Əyyubov, yazıda da həmşi Şaxta var, bunlar qorxurlar, doğuşan da ailənin içə kimsə soxanmırlar. Bəylər Əyyubov Şaxta Baba paltarında soxublar, uşaqları əyləndirirdi. Hər il elə olurdu da, Heydər Əliyevin vaxtında. İndi mən çox düşünürəm ki, o hərəkətlərdən hiss elədim ki, bu uğraş Arif Paşayev'dən çox Bəylər Əyyubovun hərəkətini oxşuyur bunun hərəkətləri. Hər zaman Avropadan belə sümsünəndə İlham Əliyev. Zaten bu iş görmür ki, bu sümsünür. Sümsünməyəndə də nə qayırır? Nəkirvan Bərzani ilə hansı örgütə necə silah daşıyarıq, onu məsləhətləşirlər, görüşürlər. Bu özünü tanıyan şərəfli adam İlhama salam verərmi? Trump'ı gördünüzmü? Salam verən aqibətini. Şərəf var mı onda? Şərəf var idisə Trump'da. Niyə görə 21-dən İrana yalvarır? Martın aya.
Allah ümit etsin, Mart'ın 21'indən New York Times paylaşıbdı. 21'indən yalvarır İrana, savaşı bitirin, ne olar, ne deseniz eləyirəm, yalvarır. Dünya mətbuatı yayımladı özdə kəşfiyyatın planlarına, necə deyim, məlumatına əsasən. Hər neysə. Ay qardaş, mən Arif Paşayevə baxdım. O, başına 100% maska. Bax, o maskalarda pulum yoxdur da alamıram. Qadanız alın, mən pulum yoxdur. Pulum olsa, ondan ağır dərdlərim, işlərim var. Yəni, bax, pulum olsa 300'lük var, 500'lük var, daha güclülər var, gözəlləri 5.000, 10.000, 20.000'lik maskalar var. Elə bir ki, baba, mən baba oturmuşam elə belə, başıma taxıram Toçnu İlham Əliyev. Toçnu İlham Əliyev oluram. Toç zakazını verirsən, şəklini, görünüşünü, videosunu, zakazını sağdan soldan, bilirlər, özlər tapırlar. Və salam. Birbaşa maskanı hazır, başına geyinirsən belə bax, buradan köynəyin də bax, burasına belə gəlir. Belə bax, Toçnu elə bir İlham Əliyev olun. Vallahi də, billahi də deyirəm, yalan deyən şərəfsizdir. Bunu siz də bilirsiniz, mən də bilirəm. Mənə elə gəlir ki, baxdım da o videoya mən, Arif Paşayev İlhamın yanında bir köhnə video ola bilər. Köhnə bir dostumuz bizə zəng edir. Dostumuz deyəndə bir yaşlı adam mənə bir çıxıbdı. Qabil, belə deyirsən Qadan Ali, mənim bir qohumum var idi. Mənim bir yaxın adamım var. Onu Arif Paşayev çağırmışdı ata bala vəzifə verməyə. Orada şəkil zat çəkdirdi. Oğlu imtina elədi. Mən birbaşa gördüm şəkil təzə şəkili idi. Qadan Ali, məndən 5 betər mədənin İsa ağzından bəri gəlir. Sən də məndən 5 betər kasıb adamsan. Sənin Arif Paşayevin yanından təklif elədiyi vəzifəyə imtina eləyən adam sənlə oturub ondan şəkil çəkdirirsə, sənin yaxın adamındırsa özün dediyin kimi. Qadanam, sən indi imkanlı adam olmalısan. Mənə də hətta əlaqəyə çıxmağa risk eləməməli adam olmalısan. Nə olsun ki? Nə olsun ki? Toz rayonunun bazarın süpürgəçisi var idi, nazirin qohumu idi. Nə olsun ki? Birinci işə yaramağından gedir söhbət, yaramağına. İkinci, nə olsun ki? Kimsə İlham Əliyevdən harca bir şəkil çəkib paylaşıbsa, məmurlar da ondan şantaj edir, qohumlarınla yanında bir açır, vaxt var mən, Heydərin yanında olmuşam, İlhamın Mehriban yanında olmuşam, belə şeşələnirlər. Sanki elə bil, elə özünü şişirdən yalanlan şey eləyənlər də olur, deyərəm, açıq deyirəm mən. İndi hər neysə, mən o videoya baxdım, bir, çox uzatmaq istəmirəm, işimiz çoxdur. Bir, çox çevik hərəkət eləyirdi. 93-92 yaşlı Arif Paşayev elə çevik ola bilməz. Hərəkətlər bəylərin hərəkəti idi, kökəlmə zad Razmer bəylərə Razmer idi. Çox güman ki, bəylər maska taxıbdı. Birincisi. İkincisi, yenə deyirəm, Arif Paşayev yenə də danışmadı. Nətər bu Azərbaycan ağsaqqalıdır, nətər bu elmlər, Neft Akademiyasının sədridir, akademikdir, nə bilim alimdir, nə bilim nə şeyimin başıdır. Bu adam hələ 5 ildir mən bunun ağzından 2 cümlə söz eşitmirəm ki, bu bilin ki, bu Arif Paşayevdir ya başqasıdır. Nə olsun, İlhamdan da 2 dənə 3 dənədir. İlhamdan da 2 dənə 3 dənədir. Bilirsiniz, 2013-cü ildə Türk İlası hazırlanıb, Oxşarı.
3 milyar dollara hazırlanır. Bilirsiniz. Yani değerli həmvətənlərim, o vaxt inanardım ki, Alyona zad yanındadır, Alyona, Mikail Əli yanındadır. Böyle bir dənə qəşəng, bir dənə o qədər qabaqdan tədbirlər gəlir ki, bir dənə bu Noruz bayramları oldu, balasının toyları oldu, nə uşaqları oldu, nəvələr oldu. Bir dənə nə bunun üzünü gördük, nə bunun səsini eşitdik qadıma. Bir dənə görmədik. Mən kaş ki Arif Paşayev ölməsin, kaş ki salamat qalsın. Kaş ki güzel olmayaydın, sarılıban solmayaydın. O mənə diri lazımdır, canlı arxivdir o. O mənə diri lazım. Amma hələ ki mən onu canlı ortaya çıxardamıram. Hələ ki mən onu şey eləyə bilmirəm. Əgər ölməyibsə, mən buradan deyirəm, əgər ölməyibsə, Alyona, mən bilən Arifin neçə ildə özü dura bilmir, bəlkə də ölməyibsə, sağ qalıbsa da uzun zamandır şeyi durmur.